Azərbaycanın daxili suları, kameralar açın. Deməli, Azərbaycanın daxili suları hansı hövzəyə aiddir Əli? Daxili axar sözlüyündəndir. Daxili xarici hövzəyə aiddir. Cavid, Azərbaycanın çayları birbaşa tökülür hara? Xəzər dənizindən mənim. Hamısı mı? Xeyir müəllim, əlbəttə ki. Çünki burada Kürün və Arazın qolları var da ona görə. Hamısı. Birbaşa Xəzər, birbaşa Xəzərə və ya ki, Kür və Araza, Arazdan, oradan isə Xəzər dənizinə Kürə. gəlirlər. Yəni bütün Evet. çaylarımız hamısı Xəzərin hövzəsinə aiddir. Amma birbaşa gəlməyənləri də kim var təbii ki də. Azərbaycan mövcud əsas çayları hansıdır? Ən uzun çaylarımız. Ən uzun çaylarımız Kür və Araz çaylarıdır. Kür və Arad çayı. Kür çayı əli Türkiyə. hardan başlayır? Türkiyə ərazisindən mənim. Neçə metr yüksəklikdən? Qızılgədikdən gəlir 2740 metr yüksəklikdən. 2740 metr yüksəklikdən gəlir. Arad çayı Cavid hardan başlayır? O da Türkiyədən gəlir mənim. Hardan başlayır? Da? Hə, Bingöl silsiləsində mənim 2990 metr hündürlük. 2990 metr yüksəklikdən başlayır. Kür çayının qidası mövcud nədir? Əsas hissəsi. Türkiyənin əsas qidası mənim qar sularıdır. Bundan əlavə olaraq yeraltı suları və yağış suları ilə də qidalanır. Qidalanacaqdır. Arad çayının bəs qidası nədir mövcud? Araz çayında ən çox yeraltı su, ondan sonra qar, sonra yağış. Ha. Əli, Araz çayında yeraltı su ilə qidalanmasının səbəbi nədir? Əsasən mən vulkanik su üzərisindən axmağından Asiya, Bingöl, irəlidə. Türkiyə ərazisində vulkanik su axır deyə yeraltı su ilə qidalanır deyəcəksən. Yəni buradan deyə bilərik ki, yeraltı vulkanik su olduğu ərazidə nədir? Çaylarımız yeraltı su ilə qidalana bilərlər. Tranzit çay nədir, Cavid? Mən bir neçə ölkənin arasından keçib gələn sayılır. Azərbaycanda hansı tranzit çayları tanıyırsan? Tanıyırıq mənim Qanıq, Qabırı, Kür, ondan sonra elə Arazın özündə demək olar. Samur çayını deyərik. Sonra Ağstafa əsas elə çay, Tovuz çay, hə, Mazım bəli, çay, bəli. Astara çay, bu kimi çaylarımızda deyə bilərik ki, tranzit çaylar hesab Bəli. olunacaqdır. Yadda qalsın. Azərbaycan çayları yerləşməsindən görə dörd dənə qrupa ayırırıq. Birinci Böyük Qafqanın şimal-şərq ətəyinin çayları. Böyük Qafqanın şimal-şərq ətəyinin çayları mövcud hansı çaylardır? Şimal Şərq ətəklərinin çayları Samur, Sarqudyal çay, ondan sonra Qara çay, ondan sonra Vəlvələ çay, Şabran çay, Girgil çay, Ata çay. Burada buzlu axın qıranan çaylar hansılardır Əli? Samur. Hə. Bunlar mənim Samur, Qusar, Qoyal çayları. Damır, Qusar, Qudiyal çaylardır. Bunların mənbələrini düzdür, mən qeyd eləməmişəm heç, özüm də ağlımda deyil. Bunları internetdən baxın. Hə, PDF-də mənbələrinin şeylərini, yüksəkliyini, neçə metr yüksəkliyi olmalı. Göstərə. Hə, Var. mən yadımdan çıxıb olar. Bilməm, hə, onlara baxın. O düşər olar ki, hansısa bir, məsəl üçün biri düşmüşü Tərtər çayı 3120 metr yüksəklikdən başlaması. Ona görə onlara baxın yüksəkliklərini hardan başlayırlar. Buradan Samur çayı bilirik. Samur çayı hardan başlayır Əli? Deyək mən Quton dağdan başladı. Neçə 2600 metr? metr yüksəkliyindən. 3600 yüksəklikdən başladı. Samur çayı mənsəbi hansı inzibati rayonumuzda yerləşir Cavid? Qaçmaz demədim. Xaçmaz inzibati rayon ərazisində yerləşəcəkdir. Böyük Qafqazın şimal-şərq ətəyinin çaylarında V şəkilli çay dərələrinin geniş yayılmasının səbəbi mövcud nədir? Çünki mənim dağlardan axılır, dağ çayıdır buna görə. Dağlıq ərazidən gələn çaylardır və suxurları rahat parçalayıb keçirlər deyə burada çay dərələri yaranacaqdır deyəcəksən. Bu çayların mənsəbi hansı iqlimdə yerləşir mövcud? Bu çöl hansı ilimdə? Yarımsəhər quru çöl iqlimində. Aha. Bu çayların hövzəsində biz hansı dövrün çöküntülərini görə bilərik Böyük Qafqazın şimal-şərqində? Deməli, dördüncü dövrün çöküntülərini görə bilərik. Ondan sonra burada deməli e, Neogen Neogen dövrün çöküntülərini görə bilərik. Bir də Yuran görə bilərik. Neogen, bəli, Yura, Təbaşir və dördüncü Təbii dövrdə ki. görmək nədir? Burada mümkündür. Əsasən mənsəb hissəsində dördüncü dövr olacaq. Bu çayların mənsəbi mövcud. Dəniz səviyyəsindən aşağıdır, yuxarı. Dəniz səviyyəsindən aşağıdır mənsəbləri. Mənsəblər dəniz səviyyəsindən aşağıda yerləşirlər. Bu çayların gəmiçilik əhəmiyyəti varmı? Xeyr. Xeyr. Çünki Suvarma meyilliləri əhəmiyyəti. çox. Suvarma əhəmiyyətləri var. Hansı düzənliklərin suvarılmasında istifadə olunur?
Samur Dəvəçov ağı. Samur dəvəçi şollar üzərində su varmasa xüsusən istifadə Bəli. olunacaqdır. Amma burada yəni ki, Quba rayonunun, Qəbələ rayonu falan ərazisində də ki, Qəbələdir, Quba rayonu ərazisində də ki, su varmada istifadə olunacaq bu çaylardan. Çünki Qəbələ düzdür, bizə genəlliklə, Qəbələ deyirəm yəni də, Quba bizə genəlliklə dağlıq gəlir, amma onun ərazisində də su varma əkinçiliyi məsəl üçün aparılacaqdır. Hətta buradan keçən kanalımız hansı kanal idi? Su varma kanalı. Buradan mənim Samur Abşeron. Aysa Bəli. bundakı bu ərazidə su varmada istifadə olunacaqdır. Sonra burada bir dənə şəlaləmiz var idi mövcud. Hansı şəlalə idi o? Buradan əvvəl çayın üzərisində Afruca şəlaləsi var. Avto şəlaləsi bəli yerləşirdi. Bu belə. Başqa burada nə var? Bu çayların mənsəbi hansı fiziki coğrafi rayonda yerləşirdi? Bunların məsələn Samodəvəsi, Hansı tektonik zonada yerləşir? Ön Qafqaz çökmə zonasında. Ön Qafqaz tektonik zonasında. Yəni bu çaylar əsasən iki tektonik zona, iki dənə də fiziki coğrafi rayon görən çaylardır deyə Bəli, bilərsiniz. İndi bəzən də üç dənə də görmək mümkün olacaqdır. Sonra bəli. deyək buradan nəyə qaldıq? Böyük Qafqazın şimal-şərq ətəyinin çaylarından. Baxaq görək burada nə var. Xanat kanalı da mənim buradaydı da, səhv etmirəmsə, onu deməli. Ha. Sonra burada su elektrik stansiyası var idi, su anbarı vardı, Taxta Körpü su anbarı. Bu su Bəli, anbarı hansı kanal vasitəsilə qidalanırdı? Abşeron bəli, kanalı. xanat kanalı, xanat Samur kanalı Abşeron vasitəsilə. kanalı. Bu su anbarı hansı Eyni. çayın üzərisində yerləşirdi? Əli? Məzədən kənar son baydı mənim. Aysa Mərcədən kənar su anbarı hesab olunurdu. Bəli. Sonra Böyük Qafqazın şimal-şərqindən başqa demədiyimiz nə qaldıq? Gətirmə Quruqulu. konusu yaradır bu çaylar. Bəli, mənim dağdan üzərinə çıxırlar, bəli, var. Bəli, gətirmə konusu da yaradırlar deyəcəksən. Beləsə. Bəli. Sonra gəldik aşağıya doğru düşdükcə biz Qobustan Abşeron ərazisini görürük. Qobustan Abşeron ərazisində Cavid hansı çayları görürük? Mənim deməli Sumqayıt çaydı, Ceyran keçməzdi, Pirsaat çaydı, bir də Stal çaydı. Stal çay hansı inzibati rayon ərazisində tökülür Xəzərə? Stal çay hansı inzibati rayon ərazisindən tökülür? Hı -hı. Elə Qobustan ərazisində, yox inzibati rayon. Qobustanın Xəzərə görə Ab- çıxışı var idi ki. Heç ümumiyyətlə bunu Ab- mənim töküldüyünü deyə bilərik ki, Kor mənsəbli çay deyil. Xeyr, burada Azərbaycanda kör mənsəbli çay əslində deyilib müəyyən qədər, amma yox kimi bir şey də bizdə yoxdur əslində kör mənsəbli çay. Sadəcə olaraq müəyyən qədər hə dövr ərzində qurudu deyək ki, suyu olmadı. Kitab yazmır əslində. Amma belə reala baxanda hə reallıqda görərik ki, həqiqətən də var da. Xızı rayon ərazisində də Xızı ərazisindən tökülür hara şeyə Xəzər dənizinə. Xızıdan Xadaqstal çay. Sonra Hə. bu çayların suvarma əhəmiyyəti var idimi? Xeyr, mənim yox idi. Çünki yayda məcralarında su olmur. Hətta Haqq qurmaqda olmurdu olmur. və yerləşdiyi ərazi nə idi buranın? Verif. Qura. Arid denizasyon. Arid denizasyon relyef forması idi. Bu çayların hövzəsində geniş yayılmışdır hansı dövrün çöküntüləri Cavid? Dördüncü dövrün çöküntüləri. Başqa yoxdur. Başqa Mövz buyur. Mənim Neogen dövrünün çöküntüləri də var səpinti formasında. Mən Neogen, deyim ki, ümumiyyətlə Paleogen Qobustanda var idi. üç dənə var. Neogen, Kaynağı var. Neogen çöküntü. Bəli, Paleogen, Neogen və Kaynozoy dördüncü dövr çöküntüləri burada hər üçünü, Kaynozoyun hər üç dövrünü görmək nədir? Mümkündür deyəcək bu ərazidə. Burada hövzəsində yayda biraz qismən su olan çayımız hansı çaydır Əli? Bir saat çay mənim. Pirsaat hə. çayıdır. Sonra Pirsaat çayı üzərində su anbarı var idimi? Bəli, mənim bir saat şu an var. Ha, yəni sual belə verir ki, Pirsaat axımı tənzimlənmiş çaydır. Bəli, axımı tənzimlənmiş çay hesab olunacaqdır deyəcək. Buradakı çayların mənsəbi Cavid hansı fiziki coğrafi rayonda yerləşir? Mənim Kür tektonik çökməsində. Fiziki coğrafi rayon deyirəm əvvəlasında. Bax, fiziki coğrafiyanı bir dəqiqə. Mövcud buyur. Kür ərazi mənim. Hə, Yoxsa. Bakı Abşeron. Qobustan Abşerondur, Bakı Abşeron deyil. Qobustanda. Allah bunların bəlasını versin. O qədər
bölüblər ki, hissələri uşaqda karıxır ki, hansını deyim. Bəli. Hə. Bunların əsasən yerləşir Qobustan Abşeron fiziki coğrafi rayonunda, amma bir dənəsi istisna idi. İstəsəm bir dənə pir saat idi müəllim. Bir Bir saat, bir saat saat ileride. hara tökülür? Hansı fiziki coğrafi rayondaydı mənsəbi? Pir saat müəllim. Kür araz. Mərkəzdə Araz var, yox. mərkəzdə Mərkəz var. araz. Mərkəzi Mərkəzdə aran. var. Elə bir dənə elə hərəkət edirsiniz ki, elə bil ki, heç nə keçib öyrənməmişik. Biz bunları ələhvələ eləmişdik. Bunları paramparça dağıtmışdıq. Dərsi keçəndə biz bunları nətər öyrənmişdik. Nə oldu? Üstdən nə keçib ki bunun? Bir iki ay vaxt keçib belə yadımızdan çıxartmışıq hamısını deyəsən. Mən arxain olduğum mövzular var sizdə. Baxıram ki, heç arxain olmalı deyil də o mövzular. Yadımızdan çıxartmışıq. Doğru düzgün işləmirsiniz ha. Xəritəni açın qoyun qabağınıza baxın. Yəni bilirsən ki, mən bu dərs səndən soruşanda sırf Azərbaycanın daxili sularını soruşmayacağam ki, burada hamısını qarışıq suala cavab edəcəm. Ona görə baxmaq lazım idi onun xəritəsinə. Hətta mən bu dərs keçən zamanda sizə fiziki coğrafi rayonlaşma ilə keçmişdim ki, oradan öyrənin ki, o şəkildə suallar düşür. Aha. Sonra Qobustan Abşeronda yerləşən göllər Cavid nə mənşəli göllərdir? Mənşəyinə görə axmazdır, bir də şorsuldur deməli. Axmaz göllər necə yaranır Cavid? Mən bir dəqiqə axarsız. Axmaz müəllim, bu meandrlardan yarananlar idi müəllim. Ha, İndi buranın göllər nə mənşəlidir Qobustan Abşeron manasında? Axarsız müəllim, axarsız. Axarsız mənşəli göl var. O suyuna görə. Verək Bütün mənə suyu qalır. Hə, axarsız. bir belə Qalır qalıq sular var. mənşə. Bəli, bəli. Nə mənşəlidir Mövlud buranın gölləri? Məsələn, Tektonik mənşə. Tektonik mənşəli göl. tektonik Azərbaycanda biz gölləri ikiyə ayırdıq. Yəni ki, tektonik mənşəli gölü ikiyə ayırdı da belə deyək. Biri var tektonik mənşəli, biri var tektonik vulkanik mənşəli. Tektonik vulkaniklər hardaydı? Kiçik Qafqazda. Buradakılar isə Kəlbəcər. tektonik mənşəli göllər idi. Bu göllərdən hansıları tanıyırıq Əli? Burada Masazırdı. mən demək, Böyük Sordur, Binəqədidir, Masazırdır. Bunlar tanıyırım. Bu göllərin Hocam. təsərrüfat əhəmiyyəti var idi Cavid. təsərrüfat əməliyyatı və əməm duz çıxarılmasında, bir də yod brom çıxarılmasında var. Yaz buram istehsalında bu aləmdə turizm kimi istifadə olunurdu. Sonra gəldik buradan başqa Qobustan Abşeron ərazisindən keçdik. Gəldik Lənkəran ərazisinə. Mövlud, Lənkəran ərazisində hansı çayları tanıyırıq? Lənkəran hansını açar? Bilək çay, Lənkəran çay, Təngərüd çay, Bolqar çay, Dastıra çay. Astar. Burada sərhəd çaylarımız hansılardır? Sərhəd çaylarımız Astara çay, B Bolqar çay. Astar çay, Bolqar çay. Bolqar çayın mənsəbi əli haradır? Mənim Mahmudçala bataqlığı və ya da gölü. Qalan çaylarımızın mənsəbi Cavid haradır? Xəzər dənizi müəllim. Xəzər dənizidir. Bu çayların suvarma əhəmiyyəti varmı Cavid? Var müəllim. Var. Bu Mövlud çaylardan suvarmada nə vaxt istifadə olur? Yay yoxsa qış? Yayda. Əli bu çaylar nə vaxt bol su olur? Yay yoxsa qış? Əlin telefonu getdi. Qışda. Qışda bol su olur. Qışda bol su olurlar. Bəli. Buranın qışda bol su olmağının səbəbi Cavid nədir? Müəllim, qışda bol su olmağının səbəbi, çünki yağıntılar əsasən qışda düşür də müəllim ona görə. Yaxşı, belə sual verim. Yağıntıların qışda düşməyin səbəbi nədir? Bəli müəllim, çünki deyirik ki, bura yay quraq keçən mülayim isti iqlimdə yerləşir. Bəli, burada yerləşən bütün inzibati rayonların mərkəzi harda yerləşirdi? Necə? Burada yerləşən bütün inzibati rayonların mərkəzi hansı iqlimdə yerləşirdi? Hə, yay quraq keçən mülayim isti iqlimdə. Mülayim isti iqlimdə yerləşirdi. Bəli. Sonra Mövlud, burada yerləşən çaylardan Kür Bəli. tektonik çökməsinə düşənlər varmı? Burada yerləşən çaylardan Kür tektonik çökməsində yerləşən çaylar elə hamısı mənim Kür tektonik çökməsində yerləşirlər. Mənsəbləri bəli, hamısının Kür tektonik çökməsi. Çünki Lənkəran obağı hara yerləşirdi? Kür tektonik çökməsində yerləşirdi deyəcəksiniz. Sonra, amma yəni Kür tektonik çökməsinin çayıdır deyə bilməkdə. Ümumiyyətlə Kür tektonik çökməsinin çayı nədir? Yoxdur da, özünün daxilində Yoxdur. formalaşan bir çay yox. Sadəcə qıraqdan gələn çaylar buradan keçə bilərlər. Sonra bu çayların mənsəbi hansı fiziki coğrafi rayonda yerləşdi? Lənkəran müəllim. Bəs mənbələri? Mənbələri yerləşir Talışda. Cavid, bu çayların mənbələrinin yerləşdiyi fiziki coğrafi rayon ərazisində yarım səhra quru çöl iqlimi mövcuddur. Bəli müəllim, düzdür.
Hansı tipi mövcuddur burada? E, Soyuq müəllim. Qışı soyuq keçən yarımsara quru çöl iqlimi nədir? Mövcuddur burada deyəcək. Bu çayların hövzəsi, bu çayların yerləşdiyi, mənbəyin yerləşdiyi fiziki coğrafi rayonda yay quraq keçən soyuq iqlim var yoxsa yoxdur? Var müəllim. Yox, qışı quraq keçən soyuq idi müəllim. Mən sualı da təkrarlayarsınız. Bu çayların mənbəyinin yerləşdiyi fiziki coğrafi rayon ərazisində yay quraq keçən soyuq iqlim Ya, mənim yay quraq keçən soyuq iqlim vardı. Mən var. Bəli, Həm mənim var. yay quraq, həm də qışı quraq. İkisi də var. 6 da var, 7 də var burada. 6, 7, 2. Burada dağın üzərisində istisna olanlar idi. Sonra bu çayların dedik ki, gəmiçilik əhəmiyyəti nədir? Yoxdur. 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 Azərbaycanda hansı çayda gəmiçilikdə istifadə olunur, Əli? Kür çayla müəllim. Göl çayında istifadə olunur. Sonra bu çayların qidası, Lənkəran zonasının çaylarının qidası nə idi? Yağış sular müəllim. Bəs Qobustan, Abşeron çaylarının qidası mövcud nə idi? yağış, Yağış. yağış O da da yağış deyirəm. sularına qidalanırdı. Bir də demədik biz, Böyük Qafqazın şimal-şərqində bizim bir dənə gölümüz var, yaddan çıxdı qaldı. Cavid, hansı göl idi o? Böyük Qafqazın Şimal-şərqində. şərqində Mövcud buyur. Ağzı bir çala görüm. Ağzı bir çay. Nə Ayda. mənşəli göl idi bu? Mən Laqum deyirəm. mənşəli. Laqum Laqum mənşəlidir. mənşəli. Hətta liman gölü də deyirik biz buna. Dəvəçi limanı yerləşir burada. Var. Sonra Lənkəran zonasında su anbarı varmı? Bəli. Bəli, mənim var. Niyə yoxdur? Xanbulan çay su anbarı var. Sonra başqa yoxdur başqa. Bolqar çay, Xanbulan çay kimi bir neçə su Bəli, anbarları mənim var var. ki, bunlar Mərcədən kənar su Lənkəran çayın anbarı. üstündə də var. Bəli, Bəli. Lənkəran çayın üzərində. Əsasən Xanbulan çay Mərcədən kənar su anbarı yadımızda qalsın. Sadəcə yerləşmir. Bəli. Sonra. Buradan başqa bir şey qalmadı. Nələrə çarpan burada bizim üçün əhəmiyyətli olan bir göl falan yoxdur. Heç bir göldən danışmırıq burada. Başqa nə qaldıq? Heç nə. Bunlar. Sonra gəldik nəyə? Məsəl üçün dünənki sınaqda düşmüşdü. Kür çayının sahilində yerləşən, sağ sahilində, sol sahilində yerləşən rayonların arıcı düzülüş forması. İndi gedək biraz daha buradan. Kür çayından gedək ümumiyyətlə. Kür çayı Türkiyə ərazisindən başladı. 2740 metr yüksəklikdən başladı. Kür çayının yatağı boyunca hansı dövrün çöküntüləri mövcud geniş yayılmışdır? Dördüncü ölçüntülər. Dördüncü dövrün çöküntüləri geniş yayılmışdır. Kür çayının hövzəsi boyunca neogen yaşlı çöküntülər vardır, Zavid. Yaxşı müəllim. Nə deyir yaxşı? Mənim demirsiniz vardır ha. Mən nə bir şey kimi başa düşdüm. Sual verirəm ki, yəni düzgündür, səhvdir onu soruşuram. Deyir yaxşı. Bayaq dedik də mənim olar da. Mövcud bayaq deməkdir, səpələnmiş formada. Nə? Həm də mən bu acmahor əvəz. Həll deyir. Aç görüm, kamera aç görüm. Kamera bağlı yatsın orada desən. Ay, yox, nə yatmaq? Dərsdən uzaqlaşmaq belədir. Bu adamı pis vəziyyətə qoyur. O toy məsələsi sənin çox şeylərdir, ləngitdi ortada. Deyirəm ki, Kür çayın hövzəsində yatağı boyunca, belə deyək də, yatağı boyunca neogen yaşlı süxurlar vardır. Şunun yatağı boyunca. Olmaz onda müəllim. Var Dördüncü mı dövr yəni? varsa. Bəli, mənim var. Mövludda bayaq qeyd etdik ki, mənim Azmahor Ceyrançay ərazisindən keçirsə və orada da biz demişdik Neogen varsa var. Bəli, var. Neogen var. Hətta burada Mingəçevin cənubunda Bozdağ ərazisində neogen yaşlı çöküntülər var idi. Bəli, Hətta belə bir şey demiş ki, Kür çayının hövzəsində paleozoy yaşlı çöküntülər var məsəl üçün. bəli, Musan mənim hövzəsində var, değil mi? Tovuzdan keçirsə bəli, mənim. Məsəl üçün, Kür çayının hövzəsində vulkanik mənşəli süxurlar var. Və mənim Hər Həkəri çayı hövzə hövzə. deyilsə bəli, var. Bəli, Həkəri deyəndə niyə tərtər gəlmişsən? Həkəriyə gedirsən ki? Tamam. Kür Əl çayının üstə, ən böyük Həkəri sağ qolu hansıdır? Aras. Araz çayıdır. Araz. Mən üçün deyək ki, birdən Kür çayının ən böyük sağ qollarından biri Tərtər çaydakı nədir? Onun elə deyərdim ki, ikinci ən böyük sağ qolu hesab olunacaqdır. Sonra Kür çayının mənsəbi yerləşir Cavid hansı fiziki coğrafi rayonda? Müəllim bir dəqiqə dayanın. Şura razıdır müəllim. Mərkəzi aran Kür Araz. Bəs yaxşı, Mərkəzi mənsəbi yerləşir hansı inzibati rayonda? Kürün səlyanında müəllim.
Səryanda Neftçala da onda müəllim, Neftçala. Neftçala ərazisində yerləşir. Neftçala inzibati rayon ərazisində yerləşəcək. Sonra Hı. Kür çayının gəmçilik əhəmiyyəti dedik ki, hara qədər var idi Əli? Mənim Yevlağa qədər. Yevlağa qədər. Evlağa qədər gəmçilik əhəmiyyəti var idi. Başqa Kür çayından belə. Kür çayının sol sahilində yerləşən inzibati rayonlar mövcud. Sol sahildə Kazıq demişdik. Kürdəmir, Ağdaş, Zərdab, Hacıqabul. Hacıqabul rayonları. Kürün hər iki sahilində yerləşən inzibati rayonlar Cavid. Kürün hər iki sahilində yerləşənlər Hı -hı. Ağstafa, Aha. ondan sonra Ağstafa. Yəni buyur say, bu sayılmayacaq olur. Olmayan Tovuzdur, Şəmkirdir, Ağstafadır, Samuqdur, ondan sonra Yevlaxdır, ondan sonra Sabirabaddır, Salyandır, Neftçaladır. Sabirabad, Sabirabad, Saatlı. Hə, Sabirabad, Neftçala, Neftçala. Tamam. Aha. Bəs sağ sahildə yerləşən inzibati rayonlarımız hansılardır mövcud? Deməli müəllim, Biləsuvar, İmişli, Ağcabədi, Saatlı, Biləsu bir var də nə idi? Qazax. Qazax. Beyləqan olardı. Beyləqan demək istəyərdim. Beyləqan, hə. Bəli, yəqin başlayır. Beyləqan deyərdik. Kür çayının axımı tənzimlənmişdirmi Cavid? Bəli, mənim tənzimlərim. Hansı son barlarını tanıyır Kür çayı üzərisində? Müəllim, Şəmkir, elə Yenikənd, Mingəçevir, ondan sonra Varvara. Varvara Varvara sualları. bəy. Sən bu cür sual cavabdan sonra məncə rəqs deyirsən, evdən çölə çıxmağı tərk etmirəm. Düz deyirsən mənim. İmtahana az qalıb. Ha, imtahana 12 gün vaxtımız qalıb. Və sən Azərbaycanın daxili sualına bu şəkildə bərbad cavablar verirsən. Şəmkir su anbarı yerləşir hansı inzibati rayonumuzda Əli? Şəmkir. Elə Şəmkirdən müəllim. Yalnız Şəmkirdirmi ki? Şəmkir Tovuz. Şəmkir Şəmkir Tovuz. Tovuz. Bəli, Tovuz ərazisindən düşür. Varvara yerləşir harda? Mövlud. Varvara mənim Şəmkirdə. Bəs Yevlax. Mingəçevir hansı inzibati rayonlarımıza düşür Cavid? Varvara Yevlax idi. Yox. Hə, bə. Müəllim, Şəmkir. Mingəçevirdir, Goranboydur. Yeniçək Şüyeyb var. Mingəçevirdir. Hə, Mingəçevir şəhərdir. Goranboy. Goranboy. Samlıq, Yevlax. Azərbaycanın siyasi xəritəsi girsin sənin gözünün düz orta yerinə. Bəli. Siyasi xəritəni qoy qabağına rayonların yerinə bax gənc olmasa az qalıb. İmtahan az qalıb. Günümə saatıma baxlayım. Sonra Mingəçevir su anbarından başlayan suvarma kanallarımız ələ hansılar idi? Yuxarı Şirvandan yuxarı Qarabağ var. Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları başlayır. Yuxarı Şirvan kanal vasitəsilə mövcud hansı inzibati rayonlarımız suvarlar? Yuxarı Şirvanı mənim deməli Ağdaş, Kürdəmir, Şirvan, ondan sonra Zərdab bu hissələr. Ağdaş, Göyçay bu tərəflər əsasən Göyçay, Ağsu. Zərdab ərazisinə girməyəcək. Onun girərik bilsən onların əslində bir kitab onu düz yazmır bizə. Çünki o bir kanal götürür kanal boyunca, amma o kanalın qolları var, şaxələndirirlər Ağ kanalı. Sonradan şeylərdə yollar açılır. Artıq Mən oradan Super gəlib çıxır. Blocks yazmışdım müəllim. Necə? Super Blocks yazdım mən deyə Zərdabı da götürmüşlər deyə. Səhv yazdım. De onu deyirəm ki, yəni orada əslində gəlib Zərdab ərazisinə falan da, Ucar ərazisinə falan da şey deyir, Yuxarı Şirvan kanalı girməlidir əslində, amma vermirlər də kitablarda. Yuxarı Qarabağ kanalı bəs hansı əraziləri suvarır? Bilirəm. Cavit deyirdi. Mənim Yevlaxdır, Ağcabədidir, Beyləqandır. Yevlax, Ağcabədi, Bərdədir, bir də ki Kürdəmirdir. Kürdəmir. Bilirəm. Şükür. İmişli olar mənim. İmişli yaş var. Gümüşlər ərazisinə gəlsən, Kürdəmir ərazisinə getməzsən. Hə.
Deməli, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan imişlər arasının su almasına istifadə olunur. O birisi də Kürdəmir, Göyçay, Ağdaş ərazilərinin əsas su alması, amma qollarında Ucar ərazisinin falan su almasına istifadə olunacaq. Sonra ən çox su almada istifadə olunan kanalımız hansı ilədir? Ən çox yuxarı Şirvan. Yuxarı Şirvan kanalı. Su anbarlarını birləşdirən kanalımız Cavid. Bu anbarlarını birləşdirən mənim Samur Abşeron. Yuxarı Qarabağ. Yuxarı Ha, Qarabağ. Yuxarı Qarabağ hansı su Mingəçevir. anbarlarını birləşdirir? Mingəçevirlə mənim Bəhram Təpəni. Gəncəvilə Bəhramtəpə su anbarlarını birləşdirir. Dəqiq dərs oxuyubsan Cavid sən. Bəli. Dəqiq olsun. Dəqiq Hı, olmasa demək. yaxşıdır, yox. Danışmağa diliniz var. Yox, mənim onsuz da yox, sual cavabını bilirəm də, özüm müşahidə edirəm ki, pis cavab verirəm. Prosta ki, yəni, amma əziyyət çəkib oxumuşam da bu gün. Əziyyət çəkib Özüm oxuyubsan. Yox, başa dönərəm sən. Elə deyirsən ki, əziyyət çəkib oxumuşam. Elə bil ki, universitetdə durubsan müəllim qabağında dərs danışırsan. Əziyyət çəkibsən, oxuyubsan, sənin də əziyyətini mən səhv qiymətləndirirəm. Qiymətini kəsirəm, yox. nağarıram. Sən gedib imtahan verəcəksən və iki dərsdə yoxsan, bunu başa düşürük səbəbindəkin bu heç. Bunu qoyduq bir kənara. Və gəlibsən və indiki cavabındakı məni qane etmir. Mən bu şəkildə deyəndə görürəm ki, belə pisivizə gəlir və bu pisə gəlməyin nəticəsini mən mövcudda gördüm dünənlərim. Yəni danışanda bir şeylə danışırsınız. Belə bir ədab-ərkanla danışırsınız ki, yox elə bir ki, mən zəif oxumuşamsa üstədə müəllim mənə heç nə deməsin. Mən zəif oxumuşam və özüm başa düşdüm ki, zəif oxumuşam, gəlib artıracam, bunu gücləndirəcəm. Harda gücləndirirsiniz? Mən sizdən qayıt təzədən bu dərs harda təkrar sual cavab edirəm, gücləndirirsiniz. Yox, mən elə demək istəmədim. Bunu Yəni, bugünə nə hazır qədər edib, bugünə hazır olmaq lazım idi. Bugünə bunu möhtəşəm şəkildə hazırlamalıydın ki, hə, bu gün mən bunu tam oxudum, tam öyrəndim, artıq üstü. Çünki biz bu Azərbaycanın daxili sularını keçəndə bu mövzunu biz çox belə mükəmməl şəkildə və rahat şəkildə öyrənib keçmişik. Çətinlik çəkməmişik bunu. Demək ki, bu dərsə zəif təkrarlayıbsan. Başa düşürsən? Yəni təkrarladığın zəif olub təkrar. Onu gedib təzədən oturub indi paylaşacağım video izahlı onsuz da sual cavabı. Oturub təkrar baxıb qeydlərini götürüb izah elə öyrənməlisən. Bu da sənin üçün artıq vaxt itkisidir. İndi bax özün. Sonra demək belə Kür çayının sağ-sol sahillərində saydıq, getdik, danışdıq. Kür çayından başqa bir şey demək olar ki, yoxdur. Gəldik Qanıq Əyri çay zonasının çaylarına. Qanıq Əyri çay zonasının çaylarından hansı çayları tanıyırıq? Deməli, burada Katyak çayıdır, Mazlum çayıdır. Ondan sonra Qanıq çayının özüdür, Əyri çayı məsələn deyə bilərik burada. Ha, bu çayların mənsəbi mövcud hansı çaydır? Mənsəbi mənim qanlıq çay. Mənsəbi qanlıq çayda. Qanıq çaydılar ayso. Qanıq çayından isə gəlirlər hara? Məndə kör. Kür çayına Mingəçevir su anbarına gəlirlər. Əyri çayın qolları var idi. Cavid hansı idi bu qollar? Şişçay, Şıncay, bir də Daşağıl çay. Ha, bu çaylarda hansı palçıq neydi? Hansı sel növü müşahidə olunurdu? Mənim Şişçay ilə Şıncaydı. Hansı sel növü müşahidə olunurdu Hə, burada? bir dəqiqə. Daşlı palçıqlı müəllim. Aysa, daşlı palçıqlı sellər müşahidə edilirdi deyəcəksiniz. Mövcud bu çayların qidası Çayların qidası müəllim. E, Yeraltı yağış, yeraltı sular. yeraltı Yeraltı sular. sularla qidalanırlar. Yeraltı sular burada hansı landşaft yaradırdı? Əli, Burada müəllim Düzən Meşəni. düzən meşə. Bu çayların mənsəbi yerləşir hansı tektonik zonada mövcud? Mənsəbi mənim kür tektonik çökməsində. Hansı fiziki coğrafi rayonda Cavid? Coğrafi rayon olaraq müəllim. Bəli. D. Mövlud. Daqqat al baxasın. Mənsəbi. Əli.
Qanı Xeyrət çayı Ay, düşür də mən. Qanı-Xəzər fiziki coğrafi rayon daxilində yerləşir əsasən. Sonra bu çayların mənsəbində hansı iqlim görürük Mövlud? mənsəbində müəllim. Bəli. Qışı qıraq keçən mülayim isti iqlim. Qışı quraq keçən mülayim isti iqlim. Yadımızda qalsın. Acınahur ərazisində biz qışı quraq keçən mülayim isti iqlim görə bilərik. Yadda Görə saxlayaq bilərik. buna. Burada var. Sonra burada nə var? Sərhəd çaylarımız hansılardır Cavid? Qanıq, Qabırı, Astara, Araz. Qanı-Xəzər çay zonasında olan sərhəd çaylarımız. Elə Qanıq, Qabırı mən. Mazımçay, Qanıqçay bunlar əsasəndir. Qabırı çay düzdür, Ceyran çay ərazisinə düşür. Bunu da bu çayların içərisində deyirik də oxuyanda. Bu ikilərin içərisindən tranzit çay şeydir. Tranzit və transsərhəd çay hesab olunacaqdır. Sonra buradan gəldik əsas məsələ nəyə? Dağlıq Şirvan zonasının çayları, yəni Böyük Qafqazın belə deyək də, cənub ətəyinin çayları. Hansı çaylardır Mövlud? Böyük Qafqazın cənub ətəyinin çayları. Aha. Deməm Əlcan çay, Türyan çay. Türyan çayın iki qolu var. Onu da saymıram. De gəlsin. Türyan çay, Tikanlı çay, Dəmiraparan çay. Ondan sonra Türyan çaydan sonra başqa nə var idi? Əlcan çay, Göyçay, Ağsu çay, Göy çay, Ağçay Girdiman və çay. Bu kimi bəli. çaylarımız vardı burada. Burada bizə lazım olan əsas məsələ Türyan çayın qidası nədir? Türyan çayın qidası yeraltı sudur. Aha. Türyan çayın qollarının O qidasında bəs. Tikan çayın da deməli yeraltı sudur. Dəmiraparan çayı da buzlaq mənşəli. Buzlaq Dəmiraparan çayda qar. Cavit hansı şəhərlərini tanıyırdıq? Elə Dəmiraparan idi, adı ilə nə idi mən? Əli hansı şəhərlər yerləşirdi burada? Buna mən dəqiqə Mucuq mənim Mucuq. Mucuq Ay, şəhəri Mucuk. yerləşirdi bu ərazidə. Deyəcəksiniz. Bu belə. Əsas burada Tərtərli Türyan çayın qidasını bildik bizə kifayət edir. Onsuz da qalanlara qarşı qidalanma müşahidə olunacaqdır. Bu çayların suvarma əhəmiyyəti var idimi Mövlud? Bu çayın sonra məhəmməti var idi bəli. Bu çaylar suvarmada çox istifadə edilirdi deyə yayda nə olurdu? Yayda quruyurdu demək Quruyub olar. öz mənsəblərinə demək olar ki, çatmayan çaylar olurdu deyəcəksiniz. Çünki ən böyük suvarılan düzümüz məhz bu çayların İşte o mənsəbində yaşayır. Gətirmə konusu müşahidə edə bilərik bu çaylarda. 100%. Ümumiyyətlə Azərbaycanda bütün çaylarda biz gətirmə konusu demək olar ki, görəcəyik. Çay varsa təbii ki, bu da gətirmə konusu yaranmalıdır. Amma onun yarandığı düzənlik artıq varmı deyəndə, hə, o artıq sual yaradır ki, hər çayın keçdiyi düzənlikdə gətirmə konusundan ibarət olan düzənlik hesab olunmur. Məsələn, biz Şirvan düzünün yuxarı hissəsində gətirmə konusu, aşağı hissəsində artıq allüvial mənşəli düzənlik deyə bilərik, yəni. Bura belə. Başqa Böyük Qafqazın cənub ətəyindən görə nəsə qalmaz ki, demədiyimiz. Bunlar belə. Cənub Yamacından, Şirvan zonasının çaylarından. Kürün sağ sol qollardır bura. Gördüm sol yol var. Hə, Kürün sol Tamam ben qollarında bu o olunacaqdır. 4 Bir də burada bizim bir dənə şeydə də Ceyrançı Azonhut düzündə bizim bir dənə gölümüz var idi. Hansı göl idi o? Erazığımı Azmahur göl. görmədim. Azonhut gölü nə mənşəli idi? Tektonik mənşəli. Tektonik Yox, bəli. mənşəli göl idi, bəli. Və Şorsulu göl hesab Şorsulu. edilirdi deyəcəksiniz.